35 il ömür sürən, ölməz əsərlər yaradan, sənət həyata yol göstərməlidir devizi ilə yaşayan yazıcı, əməkdar incəsənət xadimi Cəfər Cabbarlı. 1899-cu il martın 20-si Xızıda Kömürçü Qafarın ailəsində dünyaya gəlir. Atasının gözləri tutulduqdan sonra ailə Bakıya köçüb Dağlı məhəlləsində məskunlaşır. Anası Şahbikə varlı ailələrində iş görərək qazandığı pulla Cəfəri mollaxanaya qoyur. Cəfər 1905-ci ildə 7-ci Müsəlman və Rus məktəbinə daxil olur, Abdullah Şaiqdən, Süleyman Sani Axundovdan dərs alır. Onların təsiri nəticəsində Cəfərdə ədəbiyyata böyük maraq yaranır. Sonralar Alekseyev adına 3-cü Ali İbtidai məktəbdə, Bakı Politexnik məktəbində və Azərbaycan Dövlət Universitetində təhsilini davam etdirir. 1922-ci ildə əmisi qızı Sona ilə ailə qurur, Aydın və Gülarə adlı 2 övladı dünyaya gəlir. Yaradıcılığına erkən yaşlarında başlayan Cəfər ilk qələm təcrübələrini qardaşı Hüseynqulunun dükanında işləyəndə hesab dəftərlərinə yazır. İlk şeirləri 1911-ci ildə Həqiqət-i Əfkar qəzetində, məşhur Bahar şeiri isə 1915-ci ildə Məktəb jurnalının 6-cı nömrəsində çap olunur. Həmin il Qurtuluş jurnalının elan etdiyi müsabiqədə Qürüb çağı bir yetim şeiri ilə birinci yerə layiq görülür. 1915-ci ildən hekayə və piyes yazmağa başlayır. Aslan və Fərhad, Mənsur və İstərə hekayələrini, Vəfalı Səriyə, Solğun Çiçəklər piyeslərini yazır. Şeir yazmağa da davam edən Cəfər bu illərdə çoxsaylı lirik və satirik şeir yazır, məşhur Ana şeirini qələmə alır. Qızıma satirasında qızını cəhalətdə saxlayan ataları tənqid edir. Bu əsər Oksford Universiteti tərəfindən dərsliyə salınır. Cəfər Cabbarlının Ədirnə fəthi, Trabliz müharibəsi əsərlərini bəyənən Nuru Paşa yazıçının qonağı olur, ona hədiyyələr bəxş edir. Cəfər Cabbarlı bu piyeslərinə görə pantürkizmdə günahlandırılır və 1922-23-cü illərdə həbs olunaraq işgəncələrə məruz qalır. Yaradıcılığının ikinci dövründə Aydın, Oqtay Eloğlu, Od Gəlini piyeslərini, Qız Qalası poemasını yazır. Yaradıcılığının 3-cü dövründə isə Sevil, Almaz 1905-ci ildə piyeslərini yazmaqla yanaşı kino fəaliyyətinə başlayır. Mirzə Fətəli Axundovun piyesi əsasında Hacı Qara, öz piyesləri əsasında Sevil və Almaz ssenarilərini yazır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra bir müddət dram yaradıcılığına fasilə verən yazıcı 1927-ci ildə Sevil əsərini yazır. Əsər qadın azadlığı mövzusuna həsr olunmuşdur. Əsərdə Azərbaycan qadınının dünənki, bugünkü, hətta gələcək həyatı Sevilin simasında əks etdirilmişdir. Piyesdə ədib müasir həyat materialı əsasında köhnəlik və yeniliyin mübarizəsini əks etdirmişdir. Xatırladaq ki, Sevil filmi ilk dəfə 1929-cu ildə çəkilib. Bu film Azərbaycan kinematografiyaçılarının qadın hüquqsuzluğuna, qadın əsarətinə ilk etiraz səsi idi. Kinofilmdə Sevil rolunu oynamaq üçün münasib bir Azərbaycanlı qızı axtarmaq işində Cabbarlı yaxından iştirak etmişdi. Cəfər Cabbarlı öz qəhrəmanının ekranda sürətini canlandıracaq aktrisanı tapmaq üçün Bakının küçələrinə düşüb qapı-qapı gəzərək evlərdə, idarələrdə, ali məktəblərdə Azərbaycanlı qız axtarırdı. Cəfər istəyirdi ki, filmdə Sevilin mütləq Azəri qızı oynasın. O, bu arzusuna özünə məxsus bir inadkarlıqla nail olmuşdu. İkinci dəfə 1963-cü ildə eyni adlı film çəkilməyə cəhd edilib, hətta yaradıcı heyət də müəyyənləşib, təəssüf ki, baş tutmayıb. Nəhayət ki, üçüncü dəfə 1970-ci ildə Sevil əsərinə müraciət olunub və film əvvəlkilərdən uğurlu alınıb. Hər halda artıq müasir dövrü əhatə edən 70-ci ilin çəkilişləri digər illərlə müqayisədə üstünlük təşkil edirdi.
Yazıcı dramaturq Cəfər Cabbarlının eyni adlı pyesinin motivləri və bəstəkar Fikrət Əmirovun eyni adlı operası əsasında ekranlaşdırılan Sevil filmi Azərbaycan kino tarixində ilk film operadır. Eyni zamanda Sovet kinematografiyası tarixində müasir mövzuda yaradılmış ilk kino opera hesab olunur. 1949-1952-ci illərdə yazılmış lirik psixoloji dram operası. Operanın musiqisi Fikrət Əmirov, librettosu isə Cəfər Cabbarlının Sevil pyesi əsasında Tələt Əyibov tərəfindən yazılmışdır. Operanın premyerası 25 dekabr 1953-cü ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında baş tutmuşdur. Əsər ilkin olaraq 4 pərdədə yazılmış, sonradan isə müəllif tərəfindən redaktə edilərək 3 və 2 pərdəli variantlara uyğunlaşdırılmışdır. Sevil operası müasir mövzuda lirik psixoloji janrda yazılmış ilk Azərbaycan operası olmaqla yanaşı, Respublikada opera sənətinin inkişafında mühüm mərhələ oldu və bəstəkarın yenilikçi fikirlərini bir daha nümayiş etdirdi. Sevildən sonra dramaturqu iki mövzu düşündürürdü. Onlardan biri xalqlar dostluğu, ikincisi isə yeni kənd məsələsi idi. Cəfər Cabbarlının 1930-cu illər dram yaradıcılığı Almaz pyesi ilə başlayır. Sosializm quruculuğu dövrünün 1929-30-cu illərin əsas ictimai məsələlərindən biri kənd təsərrüfatının kollektivləşdirilməsi idi. Almazın simasında yazıcı sosializm cəmiyyəti üçün xarakterik olan bir gəncin surətini yaratmışdır. ...1936-cı ildə ekranlaşdırılmış tammetrajlı bədii film Azərbaycan Kino Studiyasında istehsal edilmişdir. Bu filmə Cəfər Cabbarlı özü quruluş verməli idi. O, hətta filmin çəkilişi ilə bağlı bütün hazırlıq işlərini də görüb başa çatdırmışdı. Lakin qəfləti ölüm onun bu işini yarımçıq qoydu. Almaz, Azərbaycan kinosunun sonuncu səssiz filmi oldu. Burada aktyorlar danışmırlar, dialoqlar yazılar vasitəsilə verilmişdir. Filmdə hadisələri yalnız musiqi müşayiət edirdi. Azərbaycan teleserialı Vətəndaşa Cəfər Cabbarlının Almaz əsərinin motivləri əsasında müasir dövrə adaptasiya edilərək çəkilmişdir. Serialın ssenarisini Asiman Ağarövşən Cəfər Cabbarlının Almaz pyesindən təsirlənərək yazmışdır. Lakin ssenari həm süjeti, həm obrazları, həm dialoqları etibarilə pyesdən tamam fərqlidir. Prodüseri Sevinc Əliyeva olan Vətəndaş A, rejissor Elvin Rüstəmzadə tərəfindən 2024-cü ildə ekranlaşdırılmışdır. Qeyd edək ki, Cəfər Cabbarlının 1930-cu illər dram yaradıcılığı Almaz pyesi ilə başlayır. Bu əsərin hələ ədəbin sağlığında 1931-ci il 13 aprel tarixində tamaşaya qoyulması Azərbaycan teatrının ideyaca yetkinləşdiyini göstərən bir hadisə idi. Almaz obrazını Sona Hacıyev ifa etmişdi. Sənət Ocağı həmin əsərə 1936, 1943 və 1957-ci ildə yenidən müraciət etdi. 2017-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəfər Cabbarlının Almaz pyesi əsasında hazırlanan yeni eyni adlı növbəti tamaşa nümayiş olundu. 2 hissəli dramın yeni səhnə redaksiyasının müəllifi akademik Nizami Cəfərov olmuşdur. Cəfər Cabbarlının bədii irsi milli dəyərlər xəzinəsidir. Qeyri-adi istedada malik bu yaradıcı şəxsiyyət, ideya və estetik cəhətdən yeni dövrün ziddiyyətlərini əsərlərində dərindən əks etdirən, bənzərsiz bədii obrazların yaradıcısı kimi geniş şöhrət tapmış, müasir realist dramaturgiyamızın banisi kimi tanınmışdır. O, çox da böyük olmayan yaradıcılıq dövründə klassik səviyyəli sənət inciləri yaratmış. İstedadı və gərgin əməyi ilə milli dramaturgiyamıza yeni ovqat, yeni forma, yeni məzmun və yeni keyfiyyətlər gətirmişdir.
Ailədə, cəmiyyətdə əzilən, alçaldılan, hüquqları əlindən alınan qadını öz əsərinə gətirən Cəfər Cabbarlı, Azərbaycan ədəbiyyatında Azərbaycan qadınlarının düşdüyü uçurum, əhatə olunduğu qaranlıq mühiti təsvir baxımından ən dəyərli bir ədibimizdir.